Hər vaxtınız xeyir əziz şagirdlər. Bu günləri biz çoxluqlar mövzusunu öyrənirik. Uşaqlar, çoxluqlar riyaziyyatın ilkin anlayışlarından olduğuna görə ona tərif verilmir. Ancaq belə deyə bilərik ki, çoxluq müəyyən elementlər toplusudur. Çoxluğa aid nümunə göstərsək, natural ədədlər çoxluğu, rəqəmlər çoxluğu, məktəblər çoxluğu, planetlər çoxluğu, ulduzlar çoxluğu və s. nümunə göstərmək olar. Çoxluğu təşkil edən obyektə onun elementi deyilir və çoxluq latin əlifbasının böyük hərfi ilə işarə olunur. Məsələn, A çoxluğu yazıram, təbii ki, böyük hərflə. Elementlər böyük mötərizənin içərisində yazılır. 1, 2, 3, 4, 5. Bu 1, 2, 3, 4, 5 A çoxluğunun elementləridir. Çoxluğun elementinin həmin çoxluğa daxil olub olmaması belə göstərilir. Məsələn, 2 A çoxluğuna daxildirsə, 2 daxildir A. Bu şəkildə göstərilir. 8 A çoxluğuna daxil deyilsə, 8 daxil deyil A yazırıq. Hər iki ifadə həqiqətən doğrudur. 2 A çoxluğuna daxildir, 8 isə A çoxluğuna daxil deyil. Çoxluğun gücü. Uşaqlar, çoxluğun gücü həmin çoxluğa daxil olan elementlərin sayı ilə ölçülür. Məsələn, A çoxluğunun gücü deyəndə neçədən elementi var? 5 dənə və o belə şəkildə n mötərizədə A bərabərdir 5 yazılır. Kiçik n artıq bundan sonra çoxluqlarda sayı bildirəcək. Məsələn, B çoxluğu yazıram, bərabər olsun A, B, C, 0, 2 olsun. Təbii ki, n B də nəyə bərabərdir? B çoxluğundakı element sayı olacaq 5. Eyni güclü çoxluqlar. Nədir eyni güclü çoxluqlar uşaqlar? Adından da məlum olduğu kimi bunların gücləri eyni olmalıdır. Bir sözlə element sayları bir-birinə bərabər olmalıdır. A çoxluğu yazıram 1, 2, 3. B çoxluğu yazıram 0, 2, 4. Hər iki çoxluğun element sayı 3 dənədir. Yəni NA bərabərdir NB yazsam doğrudur. Onda buradan alınır ki, A və B çoxluqları eyni güclüdür və bu şəkildə göstərilir. A eyni güclüdür B. Yaxud bu şəkildə də göstərilə bilir. Uşaqlar, element sayına görə çoxluqlar 3 yerə bölünür. Sonlu çoxluqlar, sonsuz çoxluqlar və boş çoxluqlar. Sonlu çoxluq elementinin sayı sonlu sayda olan çoxluğa sonlu çoxluq deyilir. Məsələn, yenə bir A çoxluğu yazsam, elementləri olsun 0, 2, 4, 6. Təbii ki, A çoxluğu olacaq sonlu çoxluq. Çünki element sayı 4 dənədir. Yəni, NA bərabərdir 4-ə. Olacaq sonlu çoxluq. Sonsuz çoxluq nədir? Element sayı sonsuz sayda olan çoxluqdur. Məsələn, natural ədədlər çoxluğu. Natural ədədlər çoxluğu bilirdik ki, 1, 2, 3, hər hansısa bir n ədədi, sonra yenə nöqtələr, bunlar təbii ki, sonsuzluğu bildirirdi. Natural ədədlər çoxluğu olacaq sonsuz çoxluq. Ulduzlar çoxluğu, tam ədədlər çoxluğu, bunlar hər biri sonsuz çoxluğa aid nümunədir. Bəs boş çoxluq nədir? Uşaqlar, boş çoxluq elementi olmayan çoxluqdur və bu şəkildə göstərilir. Məsələn, 9 ilə 10 arasında yerləşən natural ədədlər çoxluğu. Təbii ki, 9 ilə 10 arasında natural ədəd olmadığına görə olacaq boş çoxluq. Yaxud 99-dan böyük 2 rəqəmli natural ədədlər çoxluğu. Bu da boş çoxluq olacaq və s. nümunə göstərmək olur. Bərabər çoxluqlar. Uşaqlar, bərabər çoxluqlar nədir? Hər hansısa bir A çoxluğu yazaq. 1, 2, 3. Və bir dənə də başqa bir B çoxluğu yazıram. 3, 2, 1. Diqqət eləsəz, A çoxluğunun elementi ilə B çoxluğunun elementləri eynidir. Sadəcə elementlərin düzülüşünə görə fərqlənir. Yəni, burada birinci 1 gəlirdi, digərində birinci 3 gəlir. Elementlərin düzülüşünə görə fərqlənən çoxluqlara biz deyəcəyik bərabər çoxluqlar. Məsələn, başqa bir C çoxluğu yazaram. 2, 1, 3. Bu da A çoxluğuna bərabər çoxluqdur.
Bəs çoxluğa bərabər olan çoxluqların sayı hansı düsturdan hesablanılır? N faktorial. N nədir? Çoxluğun elementinin sayı. Məsələn, B çoxluğunun əgər 3 dənə elementi varsa, B-yə bərabər olan çoxluqların sayı olacaq 3 faktorial. 3 faktorialda 1 vur, 2 vurulsun 3 deməkdir, olacaq 6 dənə B-yə bərabər çoxluq var. Gəlin yazaq. 1, 2, 3 olan bir çoxluq yazıram. Sonra 1, 3, 2 sadəcə yerləri dəyişsin. Sonra 2, 1, 3 yazaram. Sonra 2, 3, 1 yazıram. 3, 1, 2 yazıram. 3, 2, 1 yazıram. A çoxluğuna bərabər olan 6 dənə çoxluq oldu. Yəni yer dəyişmələrinə görə fərqlənir. Vəssalam. Biz də bilirdik ki, N elementli çoxluğun yer dəyişmələrinin sayı elə N faktorial düsturu ilə hesablanırdı. Məsələn, çoxluğun 5 dənə elementi olsa, həmin çoxluğa bərabər olan çoxluqların sayı olacaq nə? 5 faktorial. Olacaq 5 faktorial. Sonra, təbii ki, uşaqlar, bərabər çoxluqlar həmişə eyni güclüdür. Çünki sadəcə elementlərinin yeri dəyişəcək. Başqa heç bir fərq yoxdur. Amma eyni güclü çoxluqlara biz bərabər deyə bilmərik. Bərabər ola da bilər, olmaya da bilər. Məsələn, A çoxluğu yazıram 0, 2, 4. B çoxluğu yazıram 3, 5, 7. A ilə B çoxluğu eyni güclüdür. Ancaq A B-yə bərabər deyil. Yəni, eyni güclü çoxluqlar bərabər ola da bilər, olmaya da bilər. Amma bərabər çoxluqlar hökmən A B-yə bərabərdirsə, eyni zamanda A ilə B də eyni güclü sayılır. Uşaqlar, öyrənirik hesabi çoxluq. Nədir hesabi çoxluq? Natural ədədlər çoxluğu ilə ekvivalent, yəni eyni güclü olan çoxluqlara biz deyəcəyik hesabi çoxluqlar. Hesabi çoxluqlara nümunə olaraq göstərə bilərik 3-ə bölünən natural ədədlər. Yəni, məsələn, natural ədədləri yazsam 1, 2, 3, 4, 5 və s. Burada olan hər bir ədədə qarşı onun 3 mislini qarşı qoya bilərəm. Məsələn, digər dolusun bir B çoxluğu 3-ə bölünürsə 1-ə qarşı 3 qoyaram, 2-yə qarşı 6, 3-ə qarşı 9, 4-ə qarşı 12, 5-ə qarşı isə 15 qoya bilərik. Və bu çoxluq olacaq hesabi çoxluq. Tam ədədlər çoxluğu, rasional ədədlər çoxluğu, cüt natural ədədlər çoxluğu, tək natural ədədlər çoxluğu. Bunlar hamısı hesabi çoxluğa nümunədir. Və əsas yadda saxlayırsınız ki, hesabi çoxluğun elementlərini nömrələmək mümkündür. İrrasional və həqiqi ədədlər çoxluğu isə hesabi çoxluqlar sayılmır. Alt çoxluqlar və onların sayı. Uşaqlar, nədir alt çoxluqlar? A çoxluğunun hər bir elementi həm də B-də varsa, A B-nin alt çoxluğudur. Məsələn, A çoxluğunda olsun 1, 2, 3, B çoxluğunda olsun 1, 2, 3, 4, 5 olsun. Uşaqlar, A-dakı elementlərin hər biri həm də B-də varmı? Bəli, onda deyirik ki, A B-nin alt çoxluğudur və bu şəkildə işarə olunur. Bu işarə alt çoxluqdur. Hər bir çoxluq özünün alt çoxluğu sayılır. Məsələn, A, A-nın alt çoxluğudur, bu doğru ifadədir. Boş çoxluqda bütün çoxluqların alt çoxluğudur, bu ifadədə doğrudur. Yadda saxlayırıq, hər bir çoxluq özünün alt çoxluğudur. Boş çoxluqda istənilən çoxluğun alt çoxluğudur deyə bilərik. Bəs çoxluğun alt çoxluqlarının sayı necə tapılır? Məsələn, bir A çoxluğu yazıram, elementləri olsun 1, 2, 3. Bu çoxluğun bir elementdə alt çoxluqlarını yazaq. Bir elementlilər olacaq 1, 2 və 3. 2 elementlilər olacaq 1 ilə 2. 2 elementli. Aha. 2 elementlilər 1, 2, 1, 3 və 2 ilə 3. 3 elementlilər 1, 2, 3 çoxluğun özü və elementi olmayan bir dənə də boş çoxluq. Bu çoxluqların hər biri alt çoxluğunun alt çoxluğudur. Bəs neçə dənədir? Saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Alt çoxluğunun 8 dənə alt çoxluğu var. Təbii ki, biz həmişə bu alt çoxluqların sayını tapanda bir-bir saymayacağıq. Bunun üçün 2 üstü n düsturu ilə hesablamalar aparacaq. N nədir? Elementin sayı. Alt çoxluğunda neçə dənə element var? 3 dənə. Alt çoxluqlarının sayı olacaq
2 üstü 3 bərabərdir 8-ə. Burada daxildir təbii ki, çoxluğun elementi olmayan alt çoxluqları, 1 elementdilər, 2 elementdilər və nəhayət 3 elementdilər. Təbii ki, elementi olmayan kombinizon n-dən 0 olur. 1 elementdilər kombinizon n-dən 1, 2 elementdilər kombinizon n-dən 2 və nəhayət n elementdilər kombinizon n-dən n. Bunların cəmi isə bizə 2 üstü n düsturun verəcək. Məsələn, ola bilər ki, hər hansısa bir A çoxluğu olar, elementlərin verər 1, 2, 3, 4, 5. Deyər ki, A çoxluğunun 2 elementli alt çoxluqlarının sayını tapın. Təbii ki, 2 elementli alt çoxluqlarının sayını tapmaq istəyirəmsə, bu 5 elementdən ikisini seçməliyəm. Kombinizon 5-dən 2. Məsələn, A çoxluğunun alt çoxluqlarından neçəsində 5 iştirak etmir deyir. 5 iştirak etmirsə, 5-i sil, geriyə nə qaldı? 4. 4 dənə element var. Alt çoxluğun sayı olacaq 2 üstü 4. Yəni 16 dənəsində 5 iştirak eləmir. Bəs deyir ki, neçəsində tutaq ki 5 iştirak eləyir deyir. İştirak edir deyəndə isə yenə 5-i sil, 2 üstü 4, 16 dənəsində 5 iştirak eləyir. Bu iştirak edənlər necə yaranır? Məsələn, deyə bilərik ki, uşaqlar, hər hansısa bir çoxluğun elementlərində 5 iştirak edir deyirsə, 5 olmayanları götürüb hər birinin yanına təbii ki 5-i əlavə eləyə bilərəm. Hər birinin yanına 5-i əlavə eləyə bilərəm. Yəni sonuç olaraq say dəyişməyəcək. Say dəyişmirsə, iştirak edir də desə silin, iştirak etmir də desə silin, sonra alt çoxluqlarının sayı düsturu ilə hesablayın. Məsələn, yenə alt çoxluğunu yazıram. 1, 2, 3, 4, 5 yazıram. Burada deyir ki, alt çoxluqlarının neçəsində 2 iştirak eləyir, 3 eləmir. Eləyəni də, eləməyəni də sil. Olacaq 2 üstü 3 bərabərdir 8 dənəsində 2 iştirak eləyir, 3 iştirak eləmir. Bəs desə çoxluğun alt çoxluqlarından neçəsi boş olmayandır? Təbii ki, alt çoxluğunun 5 dənə elementi varsa, alt çoxluqlarının sayı olacaq 2 üstü 5, yəni 32. Neçəsi boş deyil. Biz bilirik ki, bütün çoxluqların, alt çoxluqların içərisində bir dənəsi boşdur. Ona görə 32-dən çıxıran biri olacaq 31 dənəsi boş çoxluq deyil. Dairələrin köməkliyi ilə alt çoxluqlar necə göstərilir? Məsələn, A çoxluğu B-nin daxilindədirsə, bu olsun A çoxluğu, B-nin daxilindədirsə, bu şəkildə göstərilir. Eyni zamanda biz bilirdik ki, natural ədədlər tam ədədlərin alt çoxluğu idi. Tam ədədlər rasional ədədlərin alt çoxluğu idi. İrrasional ədədlər təbii ki, bunlara qarışmırdı. Bu da olsun irrasional ədədlər və hamısı birlikdə həqiqi ədədlər olan yəni həqiqi ədədlərin alt çoxluğu sayılırdı. Bunlar hamısı da R-in daxilindədir. Hər biri alt çoxluğudur həqiqi ədədlərin. Yəni yazsalar n alt çoxluqdur R, təbii ki, bu doğrudur. N alt çoxluqdur Z, bu da doğrudur. Və s. Bu şəkildə bunları davam eləmək olar. Çoxluqların birləşməsi. İki çoxluqdan heç olmasa birinə daxil olan elementlərdən ibarət olan çoxluğa bu çoxluqların birləşməsi deyilir. A çoxluğu olsun elementləri 0, 2, 4. B çoxluğunun elementləri olsun 0, 1, 3, 5. Biz A ilə B-ni birləşdirsək, A birləşir B bərabər olacaq. 0, 2, 4-ü yaz. Hər elementdən bircə dəfə yaza bilərsən. 0-ı yazmışıq, geriyə qalır 1, 3, 5. Əgər n ilə ifadə olunsa, n A birləşir B. Biz dedik ki, kiçik n hərfi nəyi göstərəcək? Sayı. n A birləşmə B nəyə bərabər olacaq? 6-ya. Yəni A ilə B çoxluğunun birləşməsinin elementlərinin sayı 6-ya bərabərdir. Bəs Euler-Venn diaqramlarında bunlar necə göstərilir? Məsələn, həmişə yadda saxlayırsınız ki, ilk öncə kəsişmə olan hissəni yazmaq lazımdır. Təbii ki, kəsişməni də izah edeyim. Sonra bu suallara uyğun nümunələr yazarıq. Tutaq ki, gəlin kəsişməni öyrənək. Kəsişmə nədir? İki çoxluğun ortaq elementlərindən təşkil olmuş çoxluğa bu çoxluqların kəsişməsi deyilir. A çoxluğunu yazmışdıq yuxarıda. A çoxluğunu yazmışıq 0, 2, 4. B çoxluğunu yazmışıq 0, 1, 3, 5. Kəsişmə işarəsi bu şəkildədir uşaqlar.
A kəsişmə B bərabərdir. Yalnız ortaq elementlər. Nədir ortaq olan? 0. Başqa ortaq yoxdur ki? Xeyr. Bax, bu olur A ilə B-nin kəsişməsi. N, A, kəsişmə B nəyə bərabər olacaq? 1-ə. İndi bunları Euler-Venn diaqramlarında necə qeyd edirsiniz? İlk öncə həmişə məsələlərdə, yaxud bu tip misallarda həmişə birinci kəsişmə olan hissəni yazın. Bura yazdıq 0. A-nın 0-ını yazdıq. Geriyə 2 ilə 4 qaldı. B-də 0-ı yazmışıq. 1, 3, 5 qaldı. Euler-Venn dairələrin köməkliyi də bu çoxluqların, birləşmələrin, kəsişmələrin bu şəkildə qeyd eləyə bilərsiniz. Çoxluqların fərqi. Burada bir dənə bunu da deyim uşaqlar. Əgər məsələn A çoxluğunun 10 dənə elementi var, yəni NA bərabərdir 10. B çoxluğunun da tutaq ki 15 dənə elementi var. Sizə sual verilə bilər ki, A ilə B-nin kəsişməsi, yəni NA kəsişmə B ən çox neçə ola bilər? Ən çox, uşaqlar, baxın, A-da 10-dan element var, B-də 15 dənə. Kəsişməsi ən çox olmaq üçün ortaq ən çox olmalıdır. Kəsişmə ortaq idi də, düzdür? Ən çox neçə dənəsi ortaq ola bilər? Təbii ki, 10 dənəsi. Element sayı az olanı götürürsünüz. Deməli, bunların kəsişməsinin ən böyük qiyməti olacaq 10 dənə. Ən böyük qiyməti olacaq 10 dənə. Bəs deyirsə birləşməsinin ən böyük qiyməti. Birləşməsinin ən böyük qiyməti deyirsə, A-dakı 10 dənə elementi götürürəm. B-dəki 15 dənə elementdə tamam fərqli elementlər olur. Təbii ki, birləşəndə olacaq 25. Yəni, A ilə B-nin birləşməsinin ən böyük qiyməti olacaq 25. Yadda saxlayın, çoxluqlarda, sayla bağlı olan məsələlərdə yadda saxlayırsınız ki, element sayları həmişə natural ədəd olmalıdır. Bu sizə çox kömək eləyəcək. Yəni, bunlarda diqqətli olmaq lazımdır. Çoxluğun fərqi nədir, uşaqlar? A çoxluğunda olub, B çoxluğunda olmayan elementlərə A-nın B-dən fərqi deyilir. Yəni, baxın, diqqətlə baxaq suala. A-da nələr var? 1, 2, 3, 4, 5, 6, 7. B-də isə 2, 4, 8, 9, 10 var. A-nın B-dən fərqi nəyə bərabərdir? A-da olsun, B-də olmasın. 1. Sonra 2 var, 3 yoxdur. 3. Sonra 5 və 6 ilə 7. Diqqətlə baxın. 1 yoxdur, 3 yoxdur B-də, 5 yoxdur, 6 da yoxdur, 7 də yoxdur. Yəni, A-da olsun, B-də olmasın. İndi bunu Euler-Venn diaqramlarının köməkliyi ilə necə yazırıq? Göstərilən hissə, uşaqlar, ştrixləyəcəm bu hissəni, sonra yenidən siləcəm oranı. Bir dənə onu göstərmək istəyirəm ki, bax, bu ştrixlənən hissə, diqqətlə baxın, bu hissə görürsünüz, A-da var, B-də yoxdur. Bax, A-nın B-dən fərqi bu hissədir. A-nın B-dən fərqi bu hissədirsə, onda digər verilən elementləri, yəni A-nın B-dən fərqi olan elementləri bu hissəyə yazıram. 1, 3, 5, 6, 7. Və təbii ki, ortaq olan nə var? Ortaq olan sadəcə 2 var. Yazdıq bura. Sonra 4 də ortaqdır. Başqa ortaq yoxdur ki. 3 yox, 5, 6, 7 yox. İndi B-dən nələri yazdıq? 2 ilə 4-ü yazmışsan. Geriyə qalır 8, 9, 10. Bu hissə isə, indi rənglədiyim hissə isə, bura isə B-nin fərqi A-dandır. Uşaqlar bu işarələri bəzən səhv salır. B fərq A belə yazırlar. Uşaqlar bu kəsr xətti demək idi, yadınızdadırsa. Burada da diqqətli olun. Bütün halları ümumiləşdirsək, bəzi düsturlar yaranacaq uşaqlar. A ilə B-nin birləşməsi deyirsə, mən A-nın və B-nin burada gördüyüm bütün hissələrin ştrixlənməliyəm. Ştrixlənən hissə, birinci ştrixlənən hissə haradır? Bax, bu hissə A-nın B-dən fərqidir. Təbii ki, olacaq N, A-nın fərqi B-dən. Fərqi B-dən. A-nın fərqi B-dən. Plus, ortadakı hissə kəsişmədir. Yazacam N, A kəsişmə B. Plus, digər hissə isə B-nin A-dan fərqidir. Olacaq N, B-nin fərqi A-ya. Təbii ki, bu düsturu əzbərləməyə ehtiyac yoxdur. Şəkilə baxan kimi bu düstur özü görsənir. NA nəyə bərabərdir uşaqlar? Diqqətlə baxsaq, NA
bu hissə və bu hissə birlikdə NA-nı verir. Onda NA-ya aid belə bir düstur yaza bilərik. NA bərabərdir NA-nın fərqi B-yə plus NA kəsişmə B. Sonra NB nəyə bərabərdir? B-nin fərqi A-ya plus NA kəsişmə B. Sonra NA birləşmə B. Belə bir düsturumuz var. Bərabərdir NA plus NB çıxılsın NA kəsişmə B. Bu kəsişməni niyə çıxırıq uşaqlar? Element sayların, birləşmənin element sayların tapanda, ümumi hamısını tapanda. Diqqətlə fikir versəz, burada A və B çoxluqlarında, bura A yazmışam, bura B yazmışam. NA deyəndə A-da olan bütün bu hissə və bu hissələr yazılır. NB deyəndə yenə bu hissə ilə yenə bu hissə yazılır. Bu hissə 2 dəfə iştirak elədiyinə görə bir dənəsini çıxıram. Yəni bir dənəsini çıxıram, geriyə qalır NA birləşmə B bərabərdir NA plus NB çıxılsın NA kəsişmə B kimi tapılacaq. Tamamlayıcı çoxluq nədir uşaqlar? A çoxluğu B-nin A çoxluğudursa, B-nin A-dan fərqinə A-nın B-yə tamamlayıcısı deyilir. Nə deməkdir uşaqlar? Məsələn, A çoxluğu yazıram, elementləri olur 1, 2, 3. B çoxluğu yazıram, elementləri olsun 1, 2, 3, 4, 5. Təbii ki, A, B-nin alt çoxluğu mütləq olmalıdır. Alt çoxluğu olmasa, digər çoxluğa tamamlaya bilmərəm. A-nın B-yə tamamlanmaq üçün nə çatmır? 4 və 5. Bu olacaq A-nın B-yə tamamlayıcısı və bu şəkildə göstərilir. Eyni zamanda bu həm də nəyə bərabərdir? B-nin A-dan fərqinə. Şəkillərlə göstərsək, uşaqlar A, B-nin alt çoxluğudursa, təbii ki, A, B-nin daxilində yerləşməlidir. A-nın elementlərini yazdıq. A-da nə var? 1, 2, 3-ü yazmışam. Geriyə qalan bu 4, 5-i də təbii ki, bura yazıram. Bu isə A-nın B-yə tamamlayıcısıdır. Yaxud B-nin A-dan fərqi olan hissəyə bərabərdir. Bəzi düsturlara baxaq. A ilə B-nin birləşməsi təbii ki, B ilə A-nın birləşməsi ilə eynidir. A ilə B-nin kəsişməsi, B ilə A-nın kəsişməsi. Bunlar da eynidir. A ilə boş çoxluğun birləşməsi. Təbii ki, A-nın elementləri olsun 1, 2, 3. Boş çoxluğunda element yoxdur. Element yoxdursa, bu 1, 2, 3-ünü element yoxdursa, boş çoxluğundan birləşdirəndə təbii ki, yenə 1, 2, 3-ü verəcək. Başqa bir element əlavə olması deyil ki, çünki boş çoxluğun elementi yoxdur. Sonra A ilə A-nı birləşdirsək, yaxud kəsişdirsək, A-nın özünü verər. Məsələn, A yazmışam, yenə A-nı yazıram. 1, 2, 3. Birləşdirəndə nə edir? Hər bir elementdən bir dənə yazmalıyıq. A birləşmə A elə A-nı verəcək. Yəni 1-i, 2-ni, 3-ü. Sonra kəsişmə nədir? A ilə B-də təbii ki, A A-ya bərabərdirsə, o elə kəsişməsi də ortaq olan elementlər götürülür. Hər birində eynidir. Kəsişməsi də A-nı verəcək. Sonra bu düstura uşaqlar 6-cı düstura fikir verin. A birləşmə B birləşmə C. Bunlar təbii ki, bütün çoxluqları birləşdirsənsə, onların yerini dəyişdirə bilərsən. B ilə C-ni birləşdir, A-nı da onlarla birləşdir. Yaxud hamısının kəsişməsi varsa, yerlərini rahatlıqla dəyişə bilərsiniz. 8-ci düstur çox istifadə olunan düsturlardan biridir. Bunu belə yadda saxlayın. Məsələn, A vurulsun B plus C. Bu necə paylayırdıq? A vurulsun B plus A vurulsun C. A vurulsun B plus A vurulsun C. Bu da eynisidir. Məsələn, A kəsişmə B birləşmə C. Nəyə bərabər olacaq? A ilə B-nin kəsişməsi birləşəcək A ilə C-nin kəsişməsi ilə. Birləşməsi də yenə eyni qayda ilə bu düsturu da bayaq göstərdik. Birləşmədə kəsişmə 2 dəfə iştirak edir deyə bir dənəsini çıxırıq.